Sidye test çıkmağın 5 növü. İlk önce neyin normal, neyin patoloji olduğunu anlamalıyız. Normalde 1 kilogram insan çekisine göre saatte en azı 0,5-1 mililitre sidik emara gelmelidir. Bu o demektir ki 70 kilo çekisi olan sağlam büyükler saatte 35-70 mililitre sidik ifraz etmelidirler. Sutkada ise en azı 1 litre. Eğer rakamlar bu değerlerden aşağıdırsa bu oliguri adlanır ve böbrek fonksiyasının bozulmasının veya diğer problemlerinin alamatı olabilir. Normalde sidye gitme tezliği günde en çok 8 defa hesap olunur. Eğer maya qabulu 2 litreden çok olmadığında. Sidik ifrazının arasındaki vaxt intervalı en azı 2 saat olmalıdır. Beləliklə, eğer sizde tez-tez sidye gitme varsa, bunun sebebi nedir? Bunun için əlavə amillərə dikkat etmek lazımdır. Bu simptomları şərti olarak 5 növə biləcəyik. Birinci, ağrısız tez-tez sidye çıxma ve poliuriya. Yani sutkallık sidyenin həcmi 2-3 litreden çoxdur. Bu çoxlu maya qabulu, ətraf mühitin temperaturunun aşağı düşməsi və ya sidik qovucu təsiri olan məhsulların istehlakı. Patoloji formalar isə şəkərli və şəkərsiz diabet, sidik qovucu darmaların istifadəsi, həmçinin böbrək çatışmazlığı ilə ilkin mərhələlərində əlaqədar ola bilər. İkinci, ağrısız tez-tez sidye çıxma, kiçik porsiyalar ilə və təcili çağırışla. Bu en çok hiperaktif sidik hissəsi adlanan patologiyada müşahidə olunur. Üçüncü, ağrısız tez-tez sidye çıxma, kiçik porsiyalar ilə zayıf axınla və nokturiya. Gece sidik hissəsini boşaltmaq üçün bir dəfədən çox oyanmaq. Əsasən xroniki prostat vazinin adenoması, daha nadir hallarda prostat vazin şişləri və ya uretranın strukturası, yani sidik kanalının daralması neticesinde olur. Dördüncü, ağrılı tez-tez sidye çıxma kiçik porsiyalar ilə en çox iltihab neticesinde yaranır. Qadınlarda adətən sistit, əksər hallarda badan temperatürası normal qalır. Kişilərdə isə kəskin prostatit və ya xroniki prostatitin kəskinləşməsi ilə əlaqədardır və bəzi hallarda 38-dən yuxarı temperatur ilə müşahidə ola bilər. Beşinci, ağrılı tez-tez sidye çıxma, kiçik porsiyalar ilə və uretradan ifrazat, sidik ifrazından asılı olmayaraq. Bu en çok uretrit, yani sidik kanalın iltihabı neticesinde olur. Lakin unutmayın ki, yukarıda sıralanan simptomlardan her hansı biri sizde varsa, mütləq mütəxəssislərə müraciət edin.